Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Nəşriyyatı 3-cü sinif riyaziyyat kitabından yeni mövzumuz məhsulun tapılması mövzusunu izah edəcəyəm və yeni testlər işləyəcək. Əvvəl baxaq qaydamıza. Vurma əməlinin komponentləri vuruq, hasildir. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. 8 vuraq, bərabərlik 48-dirsə 48-i 8-ə bölərik. Cavab neçə olar? 6. Bölmə əməlinin komponentlərini bölən qismətdir. Məhsul böləni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Bölünüb 7. Cavab 8 isə 8-i 7-yə vursaq neçə edir? 56. 56-nı demək 7-yə bölsək 8 edir. Məhsul böləni tapmaq üçün isə bölünəni qismətə bölmək lazımdır. Bölən qismət nə edirik? 45-i 5-ə bölürük 9. Demək nədir? 45-i 9-a bölsək 5 düşür. Baxaq çalışma 1-ə. Boşluqların yerinə məhsul ədədləri yazın. 15-i neçəyə bölsək 5 düşər. 15-i 5-ə bölürük neçə olur? 3. Yazırıq. Bir dəqiqə. Əlli-altını neçəyə bölsək 8 düşər. Nə edirik? 56-nı 8-ə bölürük neçə düşür? 7. Demək 56-nı 7-yə bölürük 8. 8 bərabərlik 48 isə 48-i 8-ə bölürük 6. Demək 6-nı 8-ə vururuq 48. 5-i 5-ə vururuq 25. Demək 25-i 5-ə bölsək 5 düşər. 81-i 9-a bölürük 9 düşür. Demək 9-u 81-i 9-a bölsək 9 düşər. Baxaq. 70-i 10-a bölsək neçə düşər? 7. Demək 7-ni 10-a vururuq 70 edir. 48 bölünüb 6-dırsa 48-i 6-ya bölürük 8. Demək 48-i 8-ə bölürük 6 düşür. 63-i 7-yə bölsək neçə düşər uşaqlar? 7. 9. Demək 9-u 7-yə vururuq 63 edir. Baxaq indi də çalışma 3-ə. Baxaq uşaqlar, modellərlə verilmiş əməllərdə məhsul ədədlərə uyğun gələn boş modelləri doldurun. Baxaq. 32 bölünüb cavab neçədir? 8-dir. Demək 32-ni 4-ə bölsək 8 düşür. 24 bölünüb 3 neçə olar? 8. 63 bölünüb cavab 7-dirsə 63-ü 7-yə bölsək demək neçə olar? 9. 56 bölünüb cavab 8 isə 56-nı 8-ə bölsək neçə düşər? 7. Baxırıq çalışma 3-ə. İfadələrə uyğun məhsul olan misal hansı yazın və məhsulu tapın. Bu ədədi 7-yə böldükdə 8 alınır. 7-yə 8-ə vursaq neçə olar uşaqlar? 56. Demək 56-nı 7-yə bölsək 8 düşür. Yazırıq. Bu ədədi 3-ə vursaq 24 edir. 24-ü 3-ə bölsək neçə edir? 8. 40-ı bu ədədə böldükdə 4 alınırsa 40-ı 4-ə böldük neçə? 10. Demək 40-ı 10-a bölsək 4 alınır. 36-nı bu ədədə böldükdə 6 alınır. 36-nı 4-ə bölsək neçə alınır? 9. Demək 9-u 4-ə vursaq 36 edir. 7-ni bu ədədə vurduqda 70 alınırsa 70-i 7-yə bölürük 10. Demək 10-u 7-yə vursaq 70 alınır. 5-i bu ədədə vurduqda 45 alınırsa 45-i 5-ə böldük neçə alınır? 9. Demək 9-u 5-ə vursaq 45 alınır. İndi isə baxaq çalışma 1-ə. Boş xanalara yazılacaq ədədlərin cəmini tapın. Nə edirik? Vurulub 5, cavab 40-dırsa 8-i 5-ə vurulub 40 edir. 64-ü 8-ə bölürük 8 edir. 7-ni 7-yə vururuq 49 edir. Nə edirik? 8-in üstünə 64, 64-ün üstünə də 7 gəlsək cavabımız neçə olar uşaqlar? 79 D-bəndi. Baxırıq ikinci sualımıza. İfadəsinin qiymətini tapmalıyıq. Əvvəl nə edirik? 49-u 7-yə bölsək neçə düşür? 7. Demək burada neçədir? 7. 90-ı neçəyə bölsək? 9 düşər. 90-ı 9-a bölürük. Burada da olur 10. 32-ni 8-ə bölsək neçə düşür? 4. 32-ni 4-ə bölürük 8. Yazırıq yerinə. 37. B neçə oldu? 10. Vururuq neçə? 4. Üstə gəlirik. A neçə oldu? 7. Ad oldu 7. İndi nə edirik? 37-nin üstünə 10 gəlir, 10-u 4-ə vururuq, 4-ün üstünə 7 gəlir. Cavabımız neçə olur? 84. C bəndi. Baxırıq.
İndi isə baxağın 3-cü sualımıza. Yasəmən xanımın 70 manat pulu var idi. O hər biri 17 manata 2 köynək və 24 manata çanta aldı. Yasəmən xanımın qalan pulu ilə xərclədiyi pulun müqayisə edirik. Qalan pulu ilə xərclədiyi pulu deyir uşaqlar. Əvvəl nə edirik? 17 manata 2 dənə köynək alıbsa, 17-ni 2-yə vursaq neçə düşür? 34 düşür. Eləmi? Sonra nə edirik? 24 ilə toplayırıq. Cavabımız neçə olur? 58. 70-dən də 58 çıxırıq. Neçə qalır? 12. Demək 12 ilə 78-i müqayisə edirik. Hansı bəndimiz uyğun gəlir? A bəndimiz uyğun gəlir. Baxın uşaqlar 4-cü sualımıza. İfadəsinin qiymətini hesablayın. 20-ni 2-yə bölsək 10 eləyər. 7-ni 4-ə vursaq 28 edər. 49-u 7-yə bölsək 7 eləyər. İndi yazırıq yerinə. 4 vuraq. B neçə idi? 4. Vururuq. C neçədir? 7. Bölürük 2-yə. 4-ü 7-yə vursaq 28 eləyər. 28-də 2-yə bölsək 14 eləyər. Cavabımız olur D bəndi 14. Baxırıq 5-ci sualımıza. Baxaq uşaqlar 5-ci sualımıza. 6 eyni köynək 42 manat olarsa 10 belə köynək neçəyədir? 42-ni bölürük 6-ya. Neçə düşür? 7. 7-ni də vururuq 10-a. Neçə olur? 70. Cavabımız olur C bəndi. Baxırıq 6-cı sualımıza. Rəngli xanalara yazılacaq ədədlərin hasilini tapın. Baxaq uşaqlar. 4-ü neçəyə vursaq 24 eləyər. 24-ü 4-ə bölsək 6. 42-ni 7-yə bölsək 6. 6-nı da 6-ya vursaq neçə düşər? 36. B bəndi. İndi də baxağın 7-ci sualımıza. Hansı ədədi 6 dəfə artırıb üzərinə 4 onluq əlavə etsək 82 alınır. Əvvəl nə edirik? 82-dən 4 onluq 40 çıxırıq. Neçə qalır? 42. 42-ni də 6-ya bölsək neçə düşür? 7. Demək 7-ni 6 dəfə artırsaq 42 eləyir. 42-nin də üstünə 4 onluq gəlsək neçə eləyir? 82. Demək cavabımız nə olur? A bəndi 7. Baxırıq 8-ci sualımıza. Baxaq uşaqlar 8-ə. İfadəsinin qiymətini tapırıq. Əvvəl nə edirik? A-nı tapırıq. A vurulub 8 56-dırsa 56-nı 8-ə bölsək neçə düşər? 7. A neçə oldu? 7. Yazırıq burada yerinə. 7 üstə gələk 57, 64. 64 də 8-ə bölsək neçə düşür? 8. A bəndi. Baxırıq 9-cu sualımıza. Fikrimdə tutduğum ədədin 8 qatını tından 25 çıxsaq 55 alınır. Fikrimdə tutduğum ədədin 15 qatını tapırıq. Əvvəl nə edirik? Fikrimdə tutduğu ədədi tapmaq üçün 25-in üstünə 55 gəlirik. Neçə eləyir? 80. 80-i də 8-ə bölsək neçə düşür uşaqlar? 10. Demək 10-un 8 qatı 80 eləyirsə, onun 5 qatını tapmalıyıq. Demək onun 5 qatı neçə olar? 50. A bəndi olar. Keçirik 10-cu sualımıza. Baxağın 10-cu sualımıza. Ən böyük 2 rəqəmli ədəddən 5 onluq çıxıb, alınan fərqi hansı ədəddə bölsək, ən böyük bir rəqəmli ədəddən 2 vahid kiçik ədəd alınır. Əvvəl nə edirik? Ən böyük 2 rəqəmli ədəddir. 5 onluq çıxırıq. Çıxdıq. Neçə qalır? 49. 49-u da 7-yə bölsək 7 düşər. 7 də nədir? Ən böyük bir rəqəmli ədəd 9-dur. 9-dan da 2 vahid aşağı nədir? 7-dir. Cavabımız olur A bəndi 7. Baxırıq 11-ci sualımıza. Baxın uşaqlar, 25-dən sonra gələn 2 ardıcıl tək ədədin cəmini hansı ədədə bölsək cavab 8 eləyər. 25-dən sonra nə gəlir? 2 ardıcıl. 27, 29. Toplasaq neçə eləyir? 56. 56-nı da 8-ə bölsək neçə düşür? 7. C bəndi. Baxırıq 12-ci sualımıza. Baxağın uşaqlar, 64-ün yarısını neçəyə bölsək qismətdə ən böyük 2 rəqəmli cüt ədəddən 9 onluq qədər kiçik ədəd alınır. 64-ün yarısı neçə eləyər? 32. Eləmi? Bizə deyir ki, 2 rəqəmli cüt ədəd. 2 rəqəmli cüt ədəd neçə olar? 98. 9 onluq qədər kiçik. 90 çıxırıq. Cavabımız neçə olur? 8 olur. Sonra nə edirik? 64-ün yarısını neçəyə bölsək də 32-ni də 8-ə bölməliyik. Neçə düşür? Cavabımız olur 4. D bəndi. Əziz dostlar, bu günlük bu qədər. Bu cür videoların davamlı olmağını istəyirsinizsə kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Sağ olun dostlar.